Yəsrib şəhəridir. Yəsrib idi şəhərin adı. Peyğəmbər ki Məkkədən, Məkkə müşriklərin əlindən Allahın əmri ilə hicrət eylə hara? Yəsribə. Yəsribə ki Peyğəmbər gəldi çatdı. Yəsrib əhli, Yəsrib cəmaatı, o dövrün insanları şəhərin adını dəyişdilər, elədilər Mədinə-i Münəvvər, nurlanmış şəhər. Yəni Peyğəmbər gəldi bura, Peyğəmbər bura qədəmin qoydu, şəhər nurlandı, şəhər nura qərb oldu. Peyğəmbərin nuru ilə işıqlandı. Nurlanmış, işıqlanmış şəhərdir. Mədinə-i Münəvvər. Mədinə şəhəri Peyğəmbərin illərlə Peyğəmbərlik elədiyi şəhərdir. O gün də qeyd elədim, Həzrəti İmam Əli və xanım Fatimə şəhərdir. İmam Həsən və İmam Hüseyn əleyhissalamın şəhərdir. Həzrəti xanım Zeynəbin dünya göz astığı şəhərdir. Və 4 imamın qəbri olan şəhərdir. Və düz baxanda, və düz baxanda bu çətirlər, zontiklər ki tutardı, bir dənə hasar görürsünüz. Düzdür? O hasar Bəqi qəbirstanlığıdır. Amma düz buradan girdim, Peyğəmbər sağa döndüm. Gördüğün hasar bir kere Bəqi qəbirstanlığıdır. Qadınlara giriş yoxdur. Yəni bu mənim əlimdə olan bir şey deyil ha. Bu Saudiyanın qoyduğu qanun. Qadınları qəbirstanlığa buraxmırlar. Kişiləri isə hər gün sübh namazından sonra, bir də əsr namazından sonra bayaqları